Xoş gördük hər birinizi. Əgər siz səbr göstərib kimsəsiz nəhəng verilişimizin birinci və ikinci hissəsini izləmisinizsə, buyurun sizinlə birlikdə kimsəsiz nəhəng əmlak sektoru üçüncü hissəyə birlikdə başlayaq. Deməli, əzizlərim, bir statistikaya diqqət yetirdim ki, inşaat sektorunda muzlu əməklə çalışan insan sayı 120 min nəfərdir. Ölkə üzrə toplam çalışan qeydiyyatlı işçi sayının 6,8%-ni təşkil edir. Yəni, bu başdan artıq başa düşürük ki, bu nə üçün nəhəng bir sektordur. Habelə, onu da nəzərə alın ki, bu sektorda qeydiyyatçız çalışanların sayı digər sektorlara nisbətən daha böyükdür. Bu nə deməkdir? Burada əslində kimisə tənqid etmək və gördüyü işi gözdən salmaq fikrimiz yoxdur. Misal üçün, siz evinizdə bir santexnik usta dəvət edirsiniz ki, hansısa bir nasazlığı ortadan qaldırsın. O ustanı heç birimiz hansısa bir yerdə əmək müqaviləsinin olub-olmamağını tələb eləmirik. Gəlir, hər hansısa bir işini görür, 30 manat, 50 manat əl haqqısını alıb gedir. Bu qəbildən olan insanlarla bu sektor digər sektorlara nisbətən daha çox insanları əhatə edir. Nə üçün kimsəsizdir soruşsanız, digər sektorlardan nümunə olaraq davam edək. Misal üçün, bank olmayan kredit təşkilatları BOK deyirlər, banklar. Bunlar hamısı bilir ki, bankların tabe olduqları və əməl etdikləri qanunlar var. Buna nəzarət edir Mərkəzi Bank, habelə Maliyyə Nazirliyi, müvafiq digər dövlət qurumları. Bankların hər hansısa birinin hər hansısa bir digər qurumla bir mübahisəsi olarsa, iş prosesində bu normaldır. Hər hansısa bir qeyri-standart bir halla rastlaşarlarsa, dərhal Mərkəzi Banka bildirirlər, məruzə edirlər. Mərkəzi Bank onlara müdaxilə edir. Həm qaydalara əməl etməsi baxımından, həm də onların müdafiəsi baxımından. Eyni qaydada kənd təsərrüfatı subyektləri. Siz işini qanunlar çərçivəsində görən bir fermersinizsə, bilirsiniz ki, Kənd Təsərrüfat Nazirliyi var. Şərti olaraq deyəcəyim problemlərlə rastlaşmışsınızsa, misal üçün suvarma problemi ilə, misal üçün logistika problemi ilə, dərman problemi ilə, hər nə isə Kənd Təsərrüfat Nazirliyi sizin aşa bilmədiyiniz məsələlərdə sizə köməklik göstərir. Eyni qaydada səhiyyə, təhsil, bütün hamısının üst qurumları var. İnşaat və əmlak sektorunda isə sizlərin tabe olduğu və şərtlərinə əməl etməli olduğunuz bir-birindən müstəqil 7-8 dənə qurum var. Misal üçün, Fövqəladə Hallar Nazirliyi. Əsla və qətiyyən onları tənqid etmirəm. Elə bu başdan müsbət hal kimi onu qeyd edeyim ki, Azərbaycanda son illərdə inşa olunan binaların konstruksiya və keyfiyyət baxımından qardaş Türkiyədən daha üstündür. Burada Fövqəladə Hallar Nazirliyinin inşaata nəzarətinin çox ciddi bir əməyi var. Daha sonra bir başqa qurumumuz Şəhərsalma Arxitektura Komitəsi, bir başqa qurumumuz Əmlak, bir başqası Azərsu, Azərişıq, kommunalları təchiz edən icra hakimiyyət strukturları. Bunlar hamısı ayrı-ayrılıqda öz işlərinin keyfiyyətli yerinə yetirilməsinə tələb göstərirlər. Bu isə nəyə gətirib çıxardır? Hal-hazırda elə bir qurum yoxdur ki, mərkəzi bir qurum yoxdur ki, prezident aparatı olsun və ya Milli Məclis olsun, o qurumdan aşağıda sadaladığım problemləri tələb etsin. Məsəl üçün, tələb etsin ki, inşaat və əmlak sektorunda çalışan işçi sayı nə üçün 300 min deyil, 120 mindir. Bu sualla əlaqəli müraciət eləyər, yəqin ki, məşğulluğa Dövlət Sosial Müdafiə Fonduna. Elə bir qurum yoxdur ki, həm bunu tələb edəsiniz, həm də ki, inşaatın keyfiyyətini. Deyəcəklər, inşaat keyfiyyəti üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət eləyin, bunun üçünsə bu quruma. Elə bir başqa bir qurum yoxdur ki, siz ondan
digərlərinə aid olan məsələləri də tələb eləyəsiniz. Mövzuya davam edəcək olarsaq, bu praktikada hansı çətinliklər yaradır? Misal üçün, siz inşaat şirkətisiniz, hansısa ərazidə inşaat işləri aparacaqsınız, 20 milyon kredit götürmüsünüz. Bunun faizləri də var. Ekologiya Nazirliyi və həmən tabe olduğunuz icra strukturunun ekologiya idarəsi ağacların köçürülməsinə əlaqəli müraciət edirsiniz. Bəzən bu 3-4 kvartal uzana bilir. O adamlar haqlı olaraq deyirlər ki, bəli, ağac köçəcəksə, bu sadəcə payız sezonunda baş verməlidir. Amma onlardan tələb eləyə bilmirsiniz ki, mənim kreditim var. Və yaxud da siz binanızı tikmisiniz, əhaliyə təqdim eləyirsiniz ki, əhali köçüb orada yaşasın və məlum olur ki, həmən ərazidə şərti olaraq deyirəm, böyük şəhərlərin su kanalizasiya idarəsi 28-ci il planında nəzərdə tutub ki, magistral kanalizasiya sistemi çəksin. Tək sizin binalara görə o qurumdan tələb edə bilmirsiniz ki, dərhal gedin büdcənizdə dəyişiklik edin, mərkəzi qurumlara müraciət edin ki, buradan da magistral liniya indi keçsin. Onlar sizi gözlətmiş olurlar. Bütün bunlar ona gətirib çıxardır ki, sizin bir maliyyətləriniz artır. Yəni, yeni tikilən binaların maliyyətləri artır. Ortada heç bir səbəb yoxdur. Sadəcə koordinasiya və sinxronlaşma problemlərinə görə bunlar maliyyətləri artırır, faizlər yüksəlir, daha sonra satışlar çətinləşir, daha sonra daha az insana iş verə bilirsiniz, insanlar işsiz qalır və bu koordinasiyasızlıq belə bir məsələlərə gətirib çıxardır. Bura qədər sizin diqqətinizi cəlb elədisə, biz davam edəcəyik bu istiqamətdə olan qanunvericilikdə boşluqlarla əlaqəli.